Bütün bunlardan sonra inanırsınız ki yekunda saziş imzalanacaq? Yekunlaşıbsa deməli imzalanacaq. Mən hardan bilim, amma düzünü desəm Azərbaycanın onu imzalayacağına ümidim yoxdur. Artıq cəmiyyətdə inam qalmayıb. Onlar bugün bunu deyirlər, sabah yatıb dururlar başqa bir şey deyirlər xanım. Biz ümid eləyirik, ümid eləyək, ancaq çox çətindir. Hələ onlar qoy dəyişikliyi tam eləsinlər konstitusiyada. O olmasa ona imza atmağa dəyməz, ömürlük. Bu bilirsiniz nədir? Bu cinayət olar. Onlar onu eləməmiş, biz onu imza ata bilmərik. Amma biz ümid eləyirik xanım. Ümid eləyək inşallah. Sülh imzalansın. Belə deyim, sülh sözünə inanmıram. Çünki fikrimcə bir ölkənin lideri ona diktə olunan istənilən tələbə əməl edirsə, belə şəraitdə sülh olmaz. Məncə bu düz deyil. Çox sevinərik ki, davamlı sülh gəlsin da, analar qorxmasın. Biz qorxmayaq, uşaqlar qorxmasın, ölkəmizə əmin-amanlıq olsun. Nəhayət böyük ağrımız Qarabağ azad olub, daha bizə nə lazımdır? Bizə ancaq sülh. Heç nəyi dəyişməyəcək, amma imzalamaq lazımdır. Hansı saziş kağız üzərindən kənara çıxıb ki, onlara lazım olsa onu pozacaqlar. Necə deyərlər, sülh müqaviləsi deyəndə ki, sülh müqaviləsi bağlanar. Amma insanların qəlbində olan bu inamsızlıq necə ləğv ola bilər? Tərəflər bir-biri ilə razılığa gəlməlidirlər. Türkiyə var, Rusiya var, hələ başqalarını demirəm. Sazişi imzalasalar yaxşı olar. Biz istəyirik sülh olsun, müharibə olmasın, əskərimiz var. Saziş ermənilərin həyatında nəyi dəyişə bilər? Xalqlar üçün sülh yaxşıdır, müharibə olmasa yaxşıdır. İndi sərhəddə Avropalı müşahidəçilər var. Sazişin şərtlərinə görə onlar getməli olacaqlar. Bu barədə nə düşünürsünüz? Yox, bunu istəmirəm. Onlar daha çox inam yaradırlar, nəinki saziş. Gözləntilərimiz həmişəki kimi müsbətdir. Yəni Ermənistanın bundan sonra bizlə müharibə eləməyə nə gücü, nə də maddi tərəfdən imkanları vardır. Ona görə bizim təklif elədiyimiz şərtlərlə razılaşmalıdır və bölgədə gec-tez sülh-amanlıq olmalıdır. Məncə bütün bunlar əhalini çaşdırmaq niyyəti güdür. Hər şeyin yaxşı olacağına saxta ümid yaradırlar. Sonuçda yaxşı bir şey olmayacaq. Hamımız da şahid olduq da, yəni 30 neçə il ərzində bir elə danışıqlar oldu, nəticəsiz qaldı. Sonda hərbiçilərimiz hərəkətə keçəndən sonra özünüz də şahid oldunuz ki, Qarabağ məsələsi yəni tam da olmasa, yəni qismən həll olundu. İndi ki sülh bağlanıb, çox gözəl. Yəni ki, yenə deyirəm, şəxsi fikrimdə gözəl alqışlayıram. Tək ki sülh olsun, tək ki müharibə olmasın, tək ki analarımızın gözü yaşlı qalmasın. Nə onlar hazırdılar, nə də biz. Məncə sülh sazişi imzalamağın mənası yoxdur. Deməli düşünürsünüz ki, sülh sazişi əslində heç nəyə dəyişməyəcək? Heç nəyə dəyişməyəcək. Böyük ölkələr toqquşursa, bizim üçün heç nə dəyişməyəcək. Ən birinci Azərbaycanda sülh, əmin-amanlıq şəraiti. İkinci növbədə xalqların dostluğu. Müşahidəçilərin olduğu illərdə atışma baş verməyib. Heç kim tam olaraq net deyə bilməz. Çünki biz artıq neçə illərdir onların fikir ayrılıqları və sülh müqaviləsində nə imzalayıb, sonra nəyi elədikləri barəsində çox şey görmüşük və buna şahid olmuşuq. İnşallah xeyirlisi olsun. Avropa İttifaqı müşahidəçiləri qalacaqlar yoxsa yox? Yox. Onda bizim liderlər bu məsələdə güzəştə gediblər. Onda Allah eləməsin, atışma olsa deyə bilərik ki, sazişi ləğv eləyirik. Müşahidəçiləri geri çağırırıq. Sülh sazişi imzalamağın əhəmiyyəti nədir? Ona görə vacibdir ki, sülh olsa gənclərimizi boşuna itirmərik.